Yo, indi siz deyirsiniz evlənə. Birincisi mən öz başına deyiləm. Mənim anam var, valideynlərim xeyirdaşı olmadı. İkincisi də mən bir kişi kimi kaprizlərim var, şərtlərim var, özümün şərtlərim. Bəli, elə deyil, elə. Mən bir şərtlə, yəni açıq deyil, mən evlənmək istərəm bu şərtlə ki, mən istəyirəm ki, mənim bağ evim olsun, dəniz qırağında özdə. Panorama dənizə baxın. Çünki mənim ruhum dənizlə qidalanır. Ay Talih. Talih. Bu da senin bağ evin. Yox, bağ evindən deyil, bağ evindən də qaçıb yetməyəm amma mən istəyirəm başqa kişilər kimi altımda maşın olsun. Həmişə arzulamışam bunu. Maşın? Hə, maşın. Maşın. Bu da maşın. Aç bakayım. Amma mən bir dənə şey deyim, biraz üzrsən. Mən əlimi cibimə salanda, kaştoku çıxardanda, yəni baba, mən hiss eləməliyəm ki, mən Firuzə xanımın əriyəm. Mən elə belə kişi deyiləm, mən Firuzənin əriyəm, cibimdə də baba dolaşır. Talih, sen pul acısı çekirsen. Çox, mən bilmirəm bu iş otur, hesabı nə ilə ödəyir. Talih, bu da pul. Yaxşı, onda mən sizə ərə gəlməyə razıyam, üzr istəyirəm, sizlə evlənməyə gəlməyə razıyam.